Bizi xilas eləyən məhəbbət oldu, Rəbbin məhəbbəti oldu. Qoy biz də o içimizdə olan Rəbbin məhəbbəti ilə ətrafımızda olan hər kəsi xilas eləyə bilək. Rəbdə bəhrələndikdə, Rəbdə böyüdükdə, Rəbbi yedikdə, Rəbbi içdikdə, inanın, yəni ki, bu dünyanın nemətinə qarşı o qədər insan laqeyd olur və fikirləşdiyi yalnız bir şey olur ki, artıq biz başlayırıq Məsih kimi fikirləşməyə ki, mən kimi xilas eləyə bilərəm, mən bu işığı, bu məhəbbəti kimə ötürə bilərəm. Qoy bu məhəbbətlə, bu Rəbbin şəfası ilə özümüz dolaq ki, biz o Rəbbin şəfasını özgələrinə ötürə bilək. Qoy Rəbbin məhəbbəti ilə dola bilək ki, biz bu məhəbbəti özgələrinə ötürə bilək. Qoy Rəbbin mərhəməti ilə dolaq ki, biz onu, bu mərhəməti özgələrinə ötürə bilək. Həqiqətən də, necə ki, Rəbb deyir ki, mən elədiyimdən daha artığını eləyə bilərsiniz. Çünki bu səlahiyyət bizə verildi, həm də ki, bizə ömür verildi. Məsih sadəcə 3 il ərzində öz məhəbbətini, nəvazişini, mərhəmətini göstərə bildi. Çünki onun müddəti bu qədər idi. Amma bizə Rəbb xeyir-dua verib, bizə ömür verib və deyir ki, siz məndən daha artığını eləyin. Və həqiqətdə bunu biz, necə ki, kəlam deyir ki, sənin ürəyin nə ilə doludursa, sənin dilin, dodağın o haqda danışacaq. Qoy bizim ürəyimiz Rəbbin məhəbbəti ilə dolu olsun. Qoy bizim ürəyimiz Rəbbi tanımaqla dolu olsun, səltənəti axtarmaqla dolu olsun. Qoy bizim ürəyimiz daim və daim gizlin otaqda olsun Rəblə. Orada bəhrələnək, orada püxtələnək, orada tərbiyə alaq, orada Rəbb bizi özü, necə deyərlər, mənimsiləsin orada və biz artıq özümüz deyil. Qoy Rəbb orada Məsih kimi bizim həyatımız, biz sadəcə bir, necə deyərlər, fiziki bir bədən olaraq yaşayaq, amma bizim içimizdən gələn hər bir şey Rəbbdən gələn olsun. Bunu hər kəsə diləyirəm həqiqətən də, çünki ətrafımızda nələr baş verir. Bilirsiniz, hər gün, hər saniyə, şəxsən mən özümdən danışıram, məni vadar eləyir ki, mən qalxaraq Rəbbimə şükürlər eləyim, min şükürlər eləyim. Çünki ətrafıma baxanda, dünyada baş verən bir şeylərə baxanda deyirəm ki, ya Rəbbim, sənə o qədər minnətdaram ki, mənim hələ səni tanımağa imkanım var, səni kiməsə ötürməyə imkanım var, sənin məhəbbətində böyüməyə imkanım var. Çünki inanın, o qədər çox ölkələr var ki, orada ümumiyyətlə Məsihin sözünü qadağan eləyiblər. Siz təsəvvür eləyirsiniz, buna görə türmələrə salırlar, işgəncələr verirlər. Yəni ki, bu o qədər çox bir ölkədə baş verir. Bəlkə mən bildiyim bir 12 ölkədə hal-hazırda çox pis bir hücumlar gedir məsihçilərə. Adicə, sadəcə, məsələn, internetdir də, internet vasitəsilə, məsələn, mən sizlə danışıram, buna kimdən müdaxilə, amma məhz buna da müdaxilə olunur. Bir çox, baxın Kitay bir böyük ölkədir, biz bilirik orada nə qədər milyardlarla insanlar var, amma orada tamamilə ləğv olunub internet vasitəsilə kiməsə təbliğ eləməyə. Bəlkə bilirsiniz, buna da bir Rəbbə minnətdar olmalıyıq ki, baxın, bəlkə bu bizi daha da vadar eləyər ki, internetlə deyil, cəsarətli olaraq insanlara Rəbb haqqında danışmağa, gəzib, təsəvvür eləyirsiniz də, bu nə deməkdir. Ona görə min şükürlər olsun ki, biz yaşadığımız bu ölkəyə görə. Qoy Rəbb bu ölkəyə xeyir-dua versin. Qoy Rəbbin əli daim bu ölkənin üzərində olsun. Biz hal-hazırda çox sərbəst şəkildə biz məbədə gedə bilirik, biz təbliğ eləyə bilirik, biz internet vasitəsilə bir-birimizə kəlam ötürə bilirik, özgələrinə ötürə bilirik. Statuslarımızda
Məsih haqqında danışa bilirik və bu böyük bir bəxtəvərlikdir. Həqiqətən də buna görə min dəfə, milyon dəfə Rəbbə minnətdaram. İşte bu vaxt bizdə hələ ki var. Yəni ki, bu vaxtdan istifadə eləmək lazımdır. Ona görə deyirəm ki, gəlin daha çox Rəbdən yapışaq, daha çox Rəbdən bəhrələnək, daha çox Rəbdən istəyək, Rəbbi istəyək. Rəbbi istəyək ki, çünki biri var ki, kitabdan oxuyasan və Rəbb haqqında bir məlumat alasan. Biri də var ki, Rəbbin özü ilə ünsiyyətdə olaraq Rəbbin özündən məlumat alasan. Bu iki tam ayrı-ayrı bir şeylərdir. Ona görə də qoy Rəbb hər birinizə xeyir dua versin. Qoy bugünkü gününüz sizə çoxlu sevinç gətirsin, çoxlu bəhrə gətirsin. Rəbbin açıqlamalarını gətirsin. Min şükürlər olsun bu günümüzə, min şükürlər olsun sizin hər birinizə görə. Rəbbin məhəbbəti hər birinizin üzərinizdə, evlərinizin, ailələrinizin üzərinizdə bərqərar olsun. Amin, amin, amin. Qoy Rəbb bizim həyatımızda həqiqətən bərqərar olsun. Sözlə yox, dildə yox, qəlbdən, ürəkdən, hər bir həyatımızın hər bir sahəsində qoy Rəbbin iradəsi həyatımızda bərqərar olsun. Həqiqətən də elə bil ki, yaş üzərinə yaş gəldikcə insan daha da müdrikləşir və başa düşürsən ki, həqiqətən də bu dünya müvəqqətidir. Bu dünyada olan bir şeylər müvəqqətidir. Bu dünya bizə təqdim edəcək və yaxud bizə verə biləcək bir şeylər müvəqqətidir. Əbədi yalnız Rəbdir və Rəbbin bizə verdiyi hər bir xeyir duasıdır. Görün nə gözəl bir kəlamdır. Deyir, xalq arasında xəbərçilik etmə. Qonşunun qanının tökülməsini istəmə. Rəbb mənəm. Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbih et ki, sən də günahının cəzasını çəkməyəsən. Öz xalqından heç kəsdən qisas alma. Heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb mənəm. Dilimdən yalnız şirin su axsın. Sənə izzət, sənə nəğmələr, ancaq və ancaq qoy mənim dilim sənin adını izzətləndirsin, sənin kəlamı ilə hər zaman danışsın. Qoy mənim dil dodağım yalnız sənə şükranlar oxusun və sənin kəlamını təbliğ eləsin İsa Məsihin adı ilə. Rəbb görürsüz, deyir ki, Rəbb mənəm. Mən hər şeyi görən və hər şeyi bilənəm və gün gələcək hər bir sözün və hər bir hərəkətin cavabını hər birimiz verəcəyik. Baxın, həqiqətdə hər bir addımda biz bunu həmişə yadımızda saxlamalıyıq ki, necə ki Rəbb deyir, Rəbb mənəm. Yəni ki, mən buradayam. Mən nə kör deyiləm, nə kar deyiləm. Ya da ki, mən gözümü yummamışam. Ya da ki, mən harasa yox olmamışam, mən hər yerdə var olanam. Sən gizdindən pis hərəkət eləsən belə, sən gizdindən xəbərçilik eləsən belə və yaxud sən gizdindən bir insanın pisliyini istəsən belə, fikrindən keçirtsən belə, mən bunu bilən Rəbbəm və buna görə tövbə elə. Həqiqətən bəzən nəyəsə hirslənirsən, nəyinsə dəyişməyini çalışırsan və o insanlar dəyişmədikdə və yaxud vəziyyət dəyişmədikdə insan öz hisslərinə qapanaraq başlayır orada, bilirsiniz, pis bir şeyləri iqrar eləməyə, o insanın həyatına pis bir söz deməyə, yəni ki, pis toxum səpməyə və həqiqətən də, baxın, dediyimiz hər bir sözün biz bilirik ki, səlahiyyəti vardır və gücü vardır. Çünki biz bilirik ki, biz Rəbbin surətində yarandıq və Rəbb bir kəlmə ilə dünyanı yaratdı. Bir kəlmə ilə günəşi, ayı yaratdı, dənizi, dənizdə olan hər bir heyvanı yaratdı. Rəbb bir kəlmə ilə bizi yaratdı və o səlahiyyəti Rəbb bizə də verdi. Biz onun surətində yarandıqsa, deməli, bizdə də o səlahiyyət var ki, sözlə biz ya yaradarıq, sözlə, ya biz bir sözlə hər şeyi məhv eləyərik. Bu da iblisə qapı açır ki, o bizim həyatımıza gəlib, həm bizim həyatımızı məhv eləsin, həm də ki, biz o pis sözləri iqrar elədiyimiz insanların
həyatını məhv eləsin deyənə. Baxın, biz burada ikili günah qazanırıq Rəbbin qarşısında və hər birimiz Rəbbin qarşısına gələrək, baxın, bizə necə ki o səlahiyyət bizə verilibsə, hər şeyi düzək, qoşaq, yaradaq, gözəlləşdirək, dəyişdirə bilək. Çünki o səlahiyyət bizə verildi Rəbb tərəfindən. Gəlin o səlahiyyətdən istifadə eləyərək Rəbbin qarşısına gələrək tövbə eləyək ki, ya Rəbbim, mən kimisə həyatına pis söz dedimsə, pis şey fikirləşdimsə, pis nəsə iqrar elədimsə, ya Rəbbim, sənin qanını çağırıram o yerə və tövbə eləyərək bağışlanmağını istəyirəm. İstəyirəm ki, ya Rəbbim, mən dediyim hər bir pis iqrarı sən tamamilə yox eləyəsən, tamamilə öz müqəddəs qanı naminə o pis iqrarları, o bəlkə paxıllıqdan, bəlkə hirsimdən dediyimin hər bir sözü tamamilə məhv eləyəsən. Qoy o yerə sənin xeyir duaların gəlsin. Qoy o yerə sənin azadlığın gəlsin. Qoy o yerə, ya Rəbbim, sənin məhəbbətin gəlsin. Qoy o insanlar azad olsunlar. Qoy o insanlar şəfa tapsınlar. Qoy o insanlar can rahatlığı tapsınlar, ya Rəbbim. Mən də onlarla bir yerdə. Çünki insan bir kəsə hirsli olduqda, nəinki o insan, sən də məhv olursan. Çünki içində o kinin ocağı yanır və o ocaq insanı yandırır. Müqəddəs ruhun ocağı bizi heç vaxt yandırmır. O bizi elə bil ki, oyadır, genişləndirir.